Qapıya doğru zərbə olacaqmı? Xətai Bağırov. Mərkəzə doğru ötürməsi, ara kəsməsi yaxşı alınmadı. İnaqsu City komandası müdafiədən hücumu quracaq. Kücdən zərbə. Qapıcı qaytardı. Və qol. Cavid İmanverdiyev 2 qol. Və ikisi də bu şəxsə aiddir. Cavid İmanverdiyev Aksu City komandasının hər 2 qolun müəllifidir. Dört 0 Aksu komandası öne keçdi. Aksu City komandasının 4-cü qolunun müəllifi 77 nömrəli futbolçu Ruslan Ağalarovdur. Ucar komandasının nadir hücumlarından biri müdafiəçilər yerində. Qapıcı yerində. Oyundan kənar vəziyyət. Xətai Bağırov oyundan kənar vəziyyətdə idi. Qapıya doğru zərbə. Qapıcı yerində. Xətayın növbəti zərbəsi. Elgün Abbaslı nə edəcək? Götürməsi Xətaya yenidən Xətayı çevirdi. Qapıya doğru bir dənə də zərbə vurmalıdır. Bir dənə də zərbə müdafiəçi yerində. Xətayı bu dəfə qol olmalıdır. Bu dəfə qol və bəli. 4-0. 4-cü qolun müəllifi Xətai Bağırov. Aksu City komandası Ucar üzərində 4-0 qələbə qazanır. Oyun Həvəskar kubokudur. 8-də 1 playoff mərhələsidir. Bir oyundan ibarətdir. Ev sahibi olaraq Aksu City komandasıdır. Birinci hissənin sonlarıdır. İkinci hissənin ilk dəqiqələridir. Haqverdi Əsənov cinahdan irəlilər bir müdafiəçini keçdi. Hugo'ya ötürmə. Hugo qapıya doğru zərbə. Az fərqlə dışarı. Şut! Şut! Alasov saxladı. Gol, 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 gol. Elgün Abbaslı irəliləyir, ötürməsi. Bir qarşısında 2 müdafiəçi, 3-cü də gəldi ötürmə. Hugo qapıya doğru zərbə. Dirəkdən qaydan top. Oy, 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 oy. Təhlükəlidir, 2-cüdən zərbə. 2-cüdən zərbə Elgün Abbaslı'nın. Elgün Abbaslı. Hugo cinahdan irəliləyir, bir müdafiəçini keçdi. Yenidən Cavid ötürmə. Cavid baxır. Qarşısında Elgün'lə oynadı. Elgün Cavid'ə. Cavid qapıya doğru zərbə, müdafiəçi ayaq qoydu. Elgün Abbaslı. İlkinlə oynadı. İlkin. Cavid'lə oynadı. Cavid çevirdi. Qapıya doğru zərbə. Qapıcı yerində. Qaydan top Elgün'də qalır. Təkrar zərbə. Az fərqlə içərə çıxdı. Kücdən zərbə. Haqverdin ilə deyir. Elgün.
Remzi Başkan meydana daxil olur. Görək gəncliyini qaytara biləcəkmi stadionda? Hugo. Qapıya 9. Hop. Özel ötürmeydi başkan ama ay. Hoppa. Oo. Serbest zərbə. İlkin və gol. 6-0. Şut. Ola məndən yox, məndən. Qəşəng. Oy, qaydan top. Qəşəng başkan gəlmədi. Hesab 6-1 Aksu City'nin öndədir. Aksu City'nin xeyrinə. Elgün ötürdü Remzi. Bir müdafiəçi keçməyə çalışdı. Top yenidən ondadır. Ay, qaydan top Elgündə. Elgün nə edəcək? Baxır. Kim ötürəcəyinə baxır. Qarşısında bir neçə ucarlı müdafiəçilər var. Hak verdi. Keçdi. Artıq qapıya zərbə lazımdır. Hak verdi. Vur da bunu qapıya. Təkrar vur qapıya. Başkan vur. El uzadır ha. Ola neyinirsən sən? Ola neyse başkan vur. Gol! Hak verdi. Hak verdi. 0. Gel bu dəfə sənin idi. Gel. Özüncə. Özüncə. Qəşəng. Qəşəng. Elgün çıxart. Səfər yanında. Hoppa! Elgümdən bura, Elgümdən bura. Qəşəng başkan. Ay. Bəli, Aksu City komandası Həvəskarlar Kubokunda 8-də 1 playoff mərhələsində ilk oyundaca bir oyundan ibarətdir. Bəli, 8-1 hesabı ilə qələbə qazandı. Qolların ikisini Cavid İmanverdiyev, birini Xətay Bağırov, birini Elgün Abbasov, birini Remzi, birini bu 42 nömrəli Qaradərili birini ilkin vurdu. Əgər sayılarını tam dəqiq bilməsəm də şərh bölməsində yazarsınız. Təşəkkür edirəm, minnətdaram. Gələn oyunlarda daha yüksək nəticələrlə, daha gözəl oyunlar arzusuyla xüsusi olaraq Azərbaycan liqalar səhifəsi üçün Yalçın Qarayev.